Yuxarıdakı nişanı görürsünüz sürücülər. Bəli, 3.20 ötmək qadağandır nişandır. Bu nişanın tələbini pozan, yəni ötən sürücüyə iki formada cərimə nəzərdə tutulub. 40 manatlıq cərimə var. Bir də var 100 manat 3 bal. 40 manat hansı haldır? Əgər sən o qoşa xətti keçmədən bu zolaqlarda ötmə eləsən, o halda sənə 40 manat cərimə yazılacaq. Yox, sən qoşa xətti kəssən, yəni hal-hazırda görürsə orada qoşa xətti var. Qoşa xətti kəsib əks zolağa keçərək ötmə etsən, sən 100 manat 3 bal cərimə ilə nəticələnəcək. Deyəcək, baxın, mənim burada bir zolağı var. Burada iki zolağı yoxdur, xeyr. Burada əgər bir zolaq olsaydı, o halda ora qoşa xət çəkilməzdi. Çünki 69-cu maddədə qeyd olunub ki, qoşa xət minimum 4 zolaqlı yollarda ancaq əks ayırır. Yəni deməli ora qoşa xət çəkilibsə, deməli burada 4 zolaq var. Ola bilər burada iki zolağın arasındakı 1.5 ya 1.6 ya 1.1 xətləri silinib, bilinmir. Amma sürücü qoşa xətdən nəzərə almalıdır ki, burada əlavə 2 zolaq var, yəni gedişsiz zolaq var. Əgər sən bu zolaqda ötmə edəsən sənə 40 manat, əksə çıxsan isə 100 manat 3 bal cərimə yazılacaq. İkinci məsələ, əgər avtomobili qoşa xəttin tam olaraq sol tərəfinə keçirək, orada hərəkəti davam etdirsən, məsələn 5-6 nəqliyyat vasitəsini birbaşa ötsən, o halda sənə 150 manat 4 bal cərimə yazılacaq. Çünki sürücü avtomobili tam olaraq 1.1 ya 1.3 xəttinin tam olaraq sol tərəfinə keçirdib, hərəkəti davam etdirsə, o halda ona 150 manat 4 bal cərimə yazılacaq. Yox, sən ötmə məqsədi ilə qoşa xətti kəsirsənsə, bu halda sənə 100 manat 3 bal, yəni ötmə qadağan nişanının tələbini pozduğun üçün cərimə yazılacaq. Altındakı nişan 3.24 nişandır. Bəzən düşünürlər ki, sürücülər 40-dan yuxarı sürmək olar, 49-a qədər sürmək olar. Bəzi qayda pozuntuları var ki, onun inzibati xətalar məcəlləsi ilə cəriməsi yoxdur. Amma bu qadağandır. Məsələn, 40 sürətdə 328-ci maddədə qeyd olunur ki, sürücü 10-20 sürət həddi aşsa, sürücü 10 manat cərimə olur. Yəni 9 xəta payına görə sənə cərimə yazılmır. Bu o demək deyil ki, sən 40-lıq yolda 49-a qədər sürəti qaldırasan. Məsələn, sürücü texniki baxış müddətini 20 gün adlayanda, yəni keçirəndə ona cərimə yazılmır. 21-ci gün cərimə yazılır. Amma 20 gün keçirmək qayda pozuntusudur. Amma cəriməsi olmayan qayda pozuntusudur. Bəs bu iki nişanlar hara qədər qüvvədədir? Yəni bu yol sahəsində bu iki nişan hara qədər qüvvəsini saxlayır? Gənclər, bu iki nişanın hər ikisi, həmçində digər 8 nişan da var ki, səs siqnalı vermək qadağandır, ya yük avtomobillərinin ötməsi qadağandır, digər qadağan məhdudiyyət nişanları quraşdırıldığı yol sahəsində qarşımıza çıxan iş yol ayrıcına qədər, bütün məhdudiyyətlər zonasının bitməsi nişanına qədər, yaxud da digər bu nişanı əvəz eləyən, məsələn, qarşıda 60-dan yuxarı sürmək qadağandır nişanı qarşımıza çıxana qədər, yaxud bu nişanın özünün bitməsi nişanı, yəni 325 nişanında öz təsir qüvvəsini itirir. Diqqətiniz üçün təşəkkür edirəm.